İqlim sakinləri. Əleyhissalam. Nəyi piramidalar Amerikanın mərkəzində inşa edən, sonra isə tarixin qaranlığında yox olan mayalar kimdir? Məşhur arxeoloq George Stewart hər səhər oyananda mayalar haqqında nə qədər az biliyə malik olduğumuzu düşünürəm. Bu tropik meşəli deməli, ərazidə necə yaşadıqlarının ancaq 1%-ni bilirik. Hə, rep qəşəngdir. Yəni qulaq as belə əzbərləyə bilirsinizsə, nə gözəl. Əla. Deməli, təqribən eramızdan əvvəl 2-ci minillikdə mövcud olan Maya mədəniyyətini tarixdə mükəmməl əlifbası, incəsənəti, riyaziyyatı ilə iz qoyan mayalar yaratmışdılar. Deməli, uşaqlar, biz növbəti abzaslardan etibarən biləcəyik ki, artıq burada nöqtələrin yerinə hansı sahəni yazmalıyıq. Məsələn, inşa etdikləri piramidalar deyil. Bunlar piramida inşa edirlərsə, deməli, memarlığı da həmçinin bura əlavə edəcəm. Məsələn, mükəmməl əlifbası, incəsənəti, riyaziyyatı, memarlığı, indi bilmirəm, növbəti deməli abzaslar oxuyandan sonra bu qənaətə gələcək, hansı bir qənaətə ki, yəni bu nöqtənin yerinə nə qoyaq? İz qoyan mayalar yaratmışlar. Mayalar inşa etdikləri piramidalarla da məşhurdular. Piramidalardan astronomik müşahidələr aparılırdı. Məsələn, astronomiya sahəsi ilə, astronomiya ilə iz qoyub, məsələn, belə yaza bilərik. Çünki astronomik müşahidələr üçün istifadə olunur. Bir də piramida inşa ediblərsə, həm memarlıq, həm astronomiyanı nöqtələrin yerinə yaza bilərsiniz. Deməli, mükəmməl əlifbası, incəsənəti, riyaziyyatı, astronomiyası və memarlığı ilə iz qoyan mayalar yaratmışlar. Müşahidələr apardı. Mayaların astronomiya elmi üzrə əldə etdikləri mükəmməl biliklər bir çox töhfələr vermişdi. Astronomik müşahidələr əsasında təqvim yaradılmışdı. Piramidalardakı pillələrin ümumi sayı 365-dir, yəni bir ildəki günlərin sayı qədərdir. Maya təqvimi bir çox sahələrdə, həmçinin kənd təsərrüfatının idarə edilməsi, səmərəli əkinçilik sisteminin qurulmasında mayaların köməyinə çatmışdı. Bu təqvimdən Mərkəzi Amerikadakı digər xalqlarda istifadə edirdilər. Lakin piramidalar çox zaman xalqın rifahına yox, nəyəsə xidmət edirmiş. Dini ayinlər zamanı kahinlər Allahlarla əlaqə yaratmaq üçün piramidaların zirvəsinə qalxır, insanlar əl çalaraq onları alqışlayırdılar. Deməli, xalqın rifahına yox, dini ayinlərin həyata keçirilməsinə dini ayinlərin həyata keçirilməsi üçün istifadə olunurmuş. Bu alqış sədaları piramida kompleksinin akustik effekti sayəsində kütlənin özünə 2-3 qat artıq qayıdır. Allahların cavabı kimi izah olunurdu. Qəribə və ecazkar təsir bağışlayan çox şaxəli biliklərin məhsulu olan belə nəhəng piramida kompleksləri sadə xalqı hökmdarın gücünə, kahinlərin böyüklüyünə, onların qüdrətinin tükənməzliyinə, müqəddəsliyinə inandırmalı idi. Piramidalar səs-ucaldıcı xüsusiyyətə malikdir. Yuxarı pillələrə qalxan insanların addımlarının səsi yağış səsi kimi piramidanın aşağısından eşidilir. Burada 150 metrlik məsafədə olan səslərini aydın eşidə bilərsən. Belə effekt yaratmaq üçün qədim memarlar divarların qalınlığını dəqiq hesablamalıydırlar. Mayada yaralara insan saçı ilə tikiş atılır, diş plombları qoyulur və hətta protez dişdən istifadə edilirdi. Maya sivilizasiyası 11-ci əsrə qədər qəribə şəkildə yox olmuş, əksər böyük Maya şəhərləri dağıdılmış və tərk edilmişdi. İləri sürülən nəzəriyyələr arasında ən məntiqli səbəbi daxili müharibələr, quraqlıq, qıtlıq və iqlim dəyişikliklərdir. Bəzi tədqiqatçıların İspanların Maya dövlətçiliyinə son qoyması haqqında fikirləri düşündürücüdür. İspanlar Mərkəzi Amerikaya gələrkən Mayaların mərkəzləşmiş dövləti yox idi. Hər qəbilə ilə ayrıca vuruşmuş İspanların Maya şəhərlərini nəzarət altına almaları təxminən 170 il çəkmişdi. İspanlılar gəlişindən sonra əksər Maya qəbilələri xristianlıq dininin katolik məzhəbini qəbul etmək məcburiyyətində qaldılar. Lakin indiyədək də öz ənənələri və qədim dinlərə inancını davam etdirən Maya qəbilələri var. Gəldik çıxdıq bu işin 361-ci suala. Deyir, mətnə əsasən doğru fikirdir. Deyir, piramidadakı pillələrin sayı ilin günlərin sayına uyğun olması təsadüfüdür. Xeyr, bunlarda astronomik müşahidələr aparılırsa, deməli, astronomiya elmi yəni inkişaf edib. Və bunlar bir ilin 365 gündən ibarət olmasını məntiqi üçün deməli, nə deyirdim yadımda? Yəni məntiqli cəhətdən 365-dir, təsadüf deyil. Onlar astronomiyanı bilirdi deyə bir ilin 365 gündən ibarət olduğunu da bilirdilər. Ona görə bir səhvdir. Bir səhvdirsə C-də gedir. Maya təqvimi səhiyyə sahəsində də inkişafa səbəb olmuşdur. Təqvim niyə səhiyyəyə təsir eləsin ki? Səhiyyə
sağlamlıqdır. Yəni məsələn üçün orada deyir ki, tüklərdən tikiş üçün istifadə olunur, protez dişlər falan var. O heç, yəni plomb zad var. Bunlar heç. Amma buna təqvim səbəb olmayıb axı. Yəni ona görə 2 də səhvdir. 2 də avtomatik səhvdirsə cavabın olacaq 3 ilə 4. Maya mədəniyyətinin yox olması ilə bağlı müxtəlif fikirlər mövzudur. Bu düzdür. Ən axırdakı son 2 abzasda deyir ki, bəziləri deyir ki, daxili çəkişmələr səbəbindən, müharibə səbəbindən yox olub. Bəziləri də deyir ki, yəni hansısa bir İspanların hücumu Maya dövlətçiliyinə son qoyub. Çünki bax burada qırmızı ilə qeyd edirəm. Deyir bəzi tədqiqatçılar İspanların Maya dövlətçiliyinə son qoyması haqqında fikirlərini düşündüyü mövcuddur. Bəziləri də deyir, irəli sürən nəzərlər arasında ən məntiqi səbəb daxili müharibə, quraqlıq, qıtlıq olub. Deməli, 3 düzdür. 4-də deyir ki, Mayaların nailiyyətindən başqa xalqlar da bəhrələnmişdi. Bəli, sözsüz ki, başqa xalqlar da bəhrələnib. Çünki məsələn, bir ilin 365 gündən ibarət olması falan hələ də istifadə olunur və eyni zamanda deyir, təqvimdən Mərkəzi Amerikadakı digər xalqlarda istifadə edirdilər. Yəni 3 ilə 4 tamamilə doğrudur. 361-ci sualın cavabı olur A variantı. Keçirik 362-ci suala. Deyir ki, mətnə əsasən Mayada sivilizasiyanın yarandığı ilk dövrlərdən əhali xristian idi. Xeyr. Deyir, İspanların gəlişindən sonra əksər Maya qəbilələri xristianlıq dininin katolik məzhəbini qəbul etmək məcburiyyətində qalır. Lakin deyir, öz ənənələrini və qədim dini inanclarını da davam etdirən qəbilələr var. Deməli, sivilizasiyanın yarandığı ilk dövrdən əhali xristian olmayıb. A səhvdir. Elmi inkişaf etdirməkdə məqsəd yalnız xalqın rifahını təmin etməkdir. Xeyr. Məsələn, piramidalar deyir, çox zaman xalqın rifahına yox, başqa məqsədlərlə istifadə olunurdu. Məsələn, dini ayinləri keçirilmişlər. Ona görə B də səhvdir. Hakim təbəqə cəhalətə qarşı mübarizə aparırdı. Xeyr, cəhalətə qarşı mübarizə aparmırdı. Hətta bir növün belə deyək də, cahilliyi sustururdular da, necə deyim, çox da belə veclərinə deyildi, əhali cahildir, yoxsa yox. Ümumiyyətlə, buna bağlı bir məlumat yoxdur. Sadəcə belə deyə bilərik ki, deyir, kahinlərin böyüklüyünə, onların qüdrətinin tükənməzliyinə inanırdılar o əl çalanda. Alqış səslərinin 2-3 qat deyir, geri qayıtması məsələsi var ya, bununla. Din insanları maarifləndirirdi. Uşaq, din insanları maarifləndirmirdi. Onların sadəcə xüsusi bir varlıqlara inandırırdı. Bilik həm də gücə xidmət edirdi. Bəli, sözsüz ki, onların dövlətçilik ənənələrinin güclü olması, bilik sayəsində idi. Doğru cavabdır. Ona görə Y düzgün cavabdır. Ümumiyyətlə, istənilən dövlətdə bilik həm də gücə xidmət edir. Gəldik, çıxdıq 363-ə. Deyir, digər abzaslardakı fikirlərə əsasən mətndəki nöqtələrin yerinə, bu müəyyən bir açıq sual verib, qapalı vermiş. Buranın yerinə nə yazmaq olar, deyir. Deməli, arxitektura, hansı ki, mən bayaqlar dedim, memarlıq, arxitektura elbi ki, abidələrin qurulması ilə bağlı olan bir sahədir. Ədəbiyyat yox. Çünki ədəbiyyatdan söhbət getmir. Müqəddəsliyin inkişafından, yəni getmir söhbət. Tibbi götürə bilərik bir də. Baxın, burada yazıb, nə bilim, tikiş, bax, insan saçı ilə tikiş tikib, diş plombları qoyulur və hətta protez dişdən də istifadə edilirdi. Bu hissə göstərir ki, burada tibb də inkişaf edib. Arxitektura və tibb 1 və 4 cavab olur A variantı. 363-cü sualın düzgün cavabı olur A bəndi. 364. Mətndə tünd qara hərflərlə verilmiş cümlədəki sözlərlə bağlı hansı əvəzlənmə cümlədə üslubi yanlışlıq yaratmaz deyir. Kompleks dəst. Piramida dəsti deyə bilərikmi? Bu şalvar köynəkdirmi, nədirmi bu? A problem yaradır. Piramida həndəsi fiqur ya bir silindr. Buradakı piramida o piramida deyil. Ona görə B səhv. Düz deyil, eyni piramidadır. Sadəcə buradakı piramida məsəl üçün Misir ehram kimi nəzərdə tutulur. Yəni piramidanın yerinə ehram yazsaydı, həndəsi fiqur uyğun gəlmir. Alqış dilək. Uşaqlar, buradakı alqış həqiqətən əli bir-birinə çırpmaqdan yaranan alqışdır. Yəni kiməsə alqış qarğış məsələsi yoxdur. Səda və səmir uyğun gəlməz. Səslə səmir uyğun gəlir normalda. Burada səda uyğun gəlmir. Akustik səslənmə. Okey, bəli. Bu alqış sədaları piramida kompleksinin səslənmə effekti sayəsində cavab olur Y variantı. Problem olmaz. Yəni normalda bu sözlər hamısı sinonimdirlər. Sadəcə olaraq nisbi sinonimdir. Yəni hər zaman bir-birini əvəz etmək məsələsi var. Gəldik, çıxdıq 365-ə. Deyir, mətnin giriş hissəsi ilə bağlı yanlış fikir. Mətnimizin giriş hissəsini göylə göstərirəm. Birinci abzas mətnimizin giriş hissəsini təşkil edir.
Deyir məşhur alimin Maya arxitekturasına münasibəti, sırf arxitekturaya münasibəti. Baxaq görək. Orada deyir ki, tarixin qaranlığında yox olan Mayalar kimdir? Məşhur arxeoloq George Stewart hər səfərində Mayalar haqqında nə qədər az biliyə malik olduğumuzu düşünürəm. Bu tropik meşəli ərazidə necə yaşadıqlarının ancaq 1%-ni bilirik deyir. Burada arxitekturadan söhbət getmir axı, yəni memarlıqdan söhbət getmir. Ona görə elə A səhvdir. B-də deyir cümlələrin yer dəyişdirsə fikirlərin məntiqi ardıcılığı pozulmaz. Düzdür. Məsəl üçün, orada onsuz da 2-3 dənə cümlə var da, topalasan. Məsələn, nəhəng piramidaları Amerika mərkəzində inşa edən, sonra tarixin qaranlığında yox olan Mayalar kimdir? Məsələn, bu cümləni məşhur arxeoloq George Stewartla başlayan cümlədən sonra da verə bilərsiniz, problem olmaz. Sözün poetik funksiyasından istifadə olunmuşdur. Bəli, tarixin qaranlığında yox olan, məsələn, poetik funksiya daşıyır. Ərazinin təbiəti haqqında da məlumat var. Bəli, tropik meşəli ərazi olduğu haqqında məlumat qeyd olunub. Mövzu haqqında müəyyən təsəvvür yaradılır. Zaten mövzu haqqında müəyyən təsəvvür yaradılır, bərabərdir giriş üçün uyğun fikirdir. Ona görə 365-ci sualında düzgün cavabı olacaq Y variantı. Aha. Qapalı suallarla bağlı yəqin ki bitdi. İndi keçirik açıq suallara. 366-cı suala. Deməli, deyir ki, mətn əsasında sxemdəki doğru fikri müəyyən edin, fikrinizi əsaslandırın. İspanlar işğalçıdırlar, yoxsa yox? Əlbəttə ki, işğalçıdırlar. Çünki axırda orada dağıdırlar həmin yeri və onu işğal edirlər. Deyir ki, İspanlar Mərkəzi Amerikaya gələrkən Mayaların mərkəzləşmiş dövləti yox idi. Hər qəbilə ilə ayrıca vuruşmuş İspanların Maya şəhərlərini nəzarət altına almaları, nəzarət altına almaları təxminən 170 il çəkmişdi. Yəni bu hissə ilə siz götürürsünüz, işğalçı olduğunu əsaslandırırsınız. Hətta gəlirlər öz dinlərini də məcburən qəbul elətdirirlər. Bunu da yaza bilərsiniz və s. Amma əsas bu fikirdir. Yəni İspanlar burada həm də deyir ki, İspanların Mayaların dövlətçiliyinə son qoyması haqqında fikirlər düşündürücüdür. Mərkəzi Asiyaya gələrkən hər birini ayrı-ayrı döyüşüb və dövlətləri nəzarət altına almaq, daha doğrusu şəhərləri nəzarət altına alması 170 il çəkib. Bu belə. Gəldik çıxdıq 367-ci suala. Deyir ki, piramidalar dini ayinlər icra olunurdu. Bu tip sual keçən ilin buraxılış imtahanında düşmüşdü. Piramidalardan burada danışır ki, deməli, gəlirlər, deyir, çox zaman xalqın rifahına yox, nəysə xidmət edir. Dini ayinlər zamanı kahinlər Allahlarla əlaqə yaradırdılar. Deməli, piramidalardan həm qarşısına birinci sübut qoyulmuş abzasda danışır, həm ikinci sübut qoyulmuş abzasda danışır. Bənövşəyi ilə göstərəcəm. Deyir ki, piramidalardan astronomik müşahidələr aparılırdı. Bu birinci faktınız olacaq. Özü bir fakt yazıb ki, dini ayinləri həyata keçirirdilər. Siz bu iki faktdan ümumi müddəyə nə gələrsiniz? Piramidalar müxtəlif məqsədlərlə istifadə olunurdu ya da piramidalar yalnız bir məqsədə xidmət etmirdi, bir neçə məqsədə xidmət edirdi. Bu sizin olacaq müddəanız. Faktda da yazacaqsınız, piramidalar özü dini yazıb deyə, piramidalar astronomik müşahidələr üçün də həyata keçirilirdi və eyni zamanda piramidalar kahinlərin, deyək ki, sadə xalq hökmdarın gücünə, kahinlərin böyüklüyünə, qüdrətin tükənməzliyinə, müqəddəsliyinə inandırırdı. Yəni, bu məqsəd nə istifadə olunurdu? Dini ayinlər məqsədi ilə istifadə olunurdu. Bir də astronomik müşahidələr məqsədi ilə istifadə olunurdu. Bu sizin faktlarınızdır, müddəanızı da qeyd elədik ki, piramidalar müxtəlif məqsədlər üçün istifadə olunurdu. Daha sonra 368-ci sualda deyir ki, mətndə üzərinə rəqəm yazılmış, sözlərin qarşılığını ifadə etdiyi mənanı müəyyən edib yazın. Qarşısına işarə qoymuş. Üzərinə rəqəm yazılmış. Üzərinə rəqəm yazılmış. Deməli, 3 dənə sözümüz var. Birinci sözümüz tapsan inşallah deyəcəm. 2-ni 3-ü görürəm, biri görmür. Tapdım. Ecazkar. İkinci sözümüz deməli effekt.
Üçüncü sözümüz məzhəbdir. Ecazkar möcüzəli, xariqüladə qarşılığı budur. Yəni ecazkar səs, möcüzəli səs, hətta topluluğunuzda leksikologiya bölməsinin birinci bölməsində, sözün leksik və qrammatik mənası bölməsində bununla bağlı bir sual var idi. Ecazkar möcüzəli deməkdir, əsrarəngiz də yaza bilərsiniz hətta. Xariqüladə. Effekt təsir deməkdir qısacası. İngilis dilində də effekt sözlərindən bilə bilərsiniz. Məzhəb isə dinin hər hansısa bir cərəyanı və ya təriqət kimi yaza bilərsiniz qarşılığı. Bir daha qeyd eləyirəm. Bəli, ecazkar olur qeyri-adi, möcüzəli, effekt təsir, məzhəb, təriqət, dini cərəyan. Sadəcə qarşılığı. Yox, əsası deyil. Məzhəb, bir məsəl üçün, İslam dini var, dinin sünnilik var, bir də şiəlik var. Bax, sünniliklə şiəlik bir dinin içərdən bölünməsidir bir növün deyək. Onun cərəyanıdır, bir dini cərəyanıdır. Hürufizm var, sufizm var, məsələn. Bunlar kimi məzhəblərdir. Əsası deyil. Dini məzhəb. Dini cərəyan. Sonra 369 deyil, mətndən altından xətt çəkilmiş cümlədəki hökmü əsaslandıran iki fakt yazın. Qısacası, məsələn, astronomiya elmi üzrə əldə etdikləri mükəmməl bilə bir çox töhfələr vermişdi deyir. Bunu biz əsaslandırın deyirsə, bu sizə müddəa verib uşaqlar və siz bunu faktla əsaslandırmalısınız. Astronomik biliklər əsasında nə yaranır? Nə olur? Baxırıq ki, deməli, astronomik biliklər nəticəsində, elə ondan sonraki cümlələri yazmazsa, təqvim yaradılır və həmin təqvimə görə də axırda nə olur? Onlar kənd təsərrüfatının idarə edilməsində, səmərəli əkinçilik sisteminin qurulmasında köməyinə çatır. Qısacası, astronomik müşahidələr əsasında təqvim yaradılır və kənd təsərrüfatının idarə edilməsində kömək edir. İkinci abzasda, üçüncü abzas. Üçüncü abzasdır. 1, 2, bu da 3. Olan işdir. 370. Mətndə boş çərçivənin yerinə uyğun olan fikri yazmaqla cümləni tamamlayın. Deməli, bayaq dedik ki, bundan özündən sonra deyir xalqın rifahına yox, sonra deyir ki, dini ayinləri həyata keçirmək üçün də qısacası yaza bilərsiniz ki, lakin piramidalar çox zaman xalqın rifahına yox, din xadimlərinin öz ayinlərini həyata keçirməyinə xidmət eləyirdi. Din xadimlərinin öz ayinlərini həyata keçirməyə xidmət edirdi ya da din xadimlərinin məqsədlərinə xidmət eləyirdi. Yəni bu tərz bir şey yazmaz. Çünki özündən sonra dindən danışırdı. Bəli, xalqın rifahına yox, dini inanclara xidmət edir yazmaq olar. Qısacası dinlə bağlı olan hər hansı bir cümləni qeyd eləməlisiniz. Bu mətnin izahı bu qədər. Bununla bağlı kimsənsə problemi var uşaqlar?